Bəqərə surəsi 17-20-ci ayələr. Ayələrin tərcüməsi. Onlar münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün od yandıran şəxsə bənzəyirlər. Od yanıb ətrafındakıları işıqlandırdığı zaman Allah tufan qoparıb onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar. Onlar kar, lav və kordular. Buna görə də yanlış yoldan dönməzlər. Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan yolcuların başına yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə ölüm qorxusundan barmaqlarını, qulaqlarını tıxayanlara bənzəyirlər. Halbuki Allah kafirləri qüdrəti ilə əhatə etmişdi. İldırımın göz qamaşdıran işığı az qalır ki, onların gözünü çıxarsın. Şimşək işıq saçıb çölü onlar üçün aydınladanda bir neçə addım gedirlər. Üzərlərinə qaranlıq çökdükdə isə dayanırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini alardı. Çünki Allah hər şeyə qadirdir. Ayələrin təfsiri. Allah Teala münafiqlərin xüsusiyyətlərini bəyan etdikdən sonra bu ayələrdə